Anton Çexov evdə. Səsləndirir Orxan Adıgözəl. Qriqoryevgildən bir adam gəlmişdi. Nəysə bir kitab istəyirdi. Dedim ki, siz evdə yoxsunuz. Poçtalyon qəzetləri və 2 məktub gətirdim. Yaxşı yadıma düşdü. Yevgeni Petroviç, mən sizdən çox xahiş edirəm ki, Sirojaya diqqət edəsiniz. Bugün 3 gündür hiss eləmişəm ki, papiros çəkir. Mən ona nəsihət verməyə başlayanda o həmişəki kimi qulaqlarını tutdu və ucadan oxumağa başladı ki, mənim səsimi eşitməsin. Dairə məhkəməsinin prokuroru Yevgeni Petroviç Kovski məhkəmə iclasından yenicə qayıtmışdı və öz kabinetində əlcəklərini çıxarırdı. O mürəbbiyənin bu sözlərinə qulaq asıb güldü. Deməli, Siroja papiros çəkir, deyə o çiyinlərini çəkdi. Bu köpüş uşağın necə papiros çəkdiyini təsəvvür edirəm. İndi onun neçə yaşı var? 7 yaşındadır. Bu sizin üçün bir o qədər də böyük məsələ deyil. Lakin o yaşda uşağın papiros çəkməyi çox zərərli və pis adətdir. Pis adətləri də lap başlanğıcdan qarşısını almaq lazımdır. Tamamilə doğrudur. Yaxşı, bəs o tütünü aradan götürür? Sizin stolun yeşiyindən. Hə? Onda siz onu mənim yanıma göndərin. Mürəbbiyə gedəndən sonra Bukovski yazı stolunun qabağındakı kresloda əyləşdi və gözlərini yumub fikirləşməyə başladı. O öz xəyalında Sirojanı nədənsə ağzında çox böyük, lap bir arşın uzunluğunda papiros, başdan-başa tüstü burumunun içində təsəvvür edirdi və belə düşündükcə bu karikatura onun özünü də gülümsəməyə məcbur edir. Eyni zamanda mürəbbiyənin çox ciddi bir tərzdə dediyi sözlər ona çoxdan olmuş, yarısı unudulmuş bir zamanı xatırlatdı. O vaxt məktəbdə və uşaq otağında papiros çəkilməsi müəllimlərdə və uşaqların valideynlərində çox qəribə və bir o qədər də aydın olmayan qorxu hissi yaradırdı. Bu hiss əsl bir qorxu idi. O zaman bu hissin təsiri altında uşaqları rəhimsizcəsinə döyür, gimnaziyadan xaric edir, onların həyatını pozurdular. Lakin müəllimlərdən və atalardan heç biri papiros çəkməyin nə üçün cinayət və zərərli olduğunu bilmirdi. Hətta ən ağıllı adamlar belə başa düşmədikləri bu zərərli qüsurla mübarizə etməkdə çətinlik çəkmirdilər. Yevgeni Petroviç oxuduğu vaxtdakı gimnaziyanın direktorunu xatırladı. Çox savadlı və rəhimdil bir adam idi. Həmin bu qoca gimnaziya tələbəsinin papiros çəkdiyini görəndə o qədər qorxurdu ki, sifəti sapsarı saralırdı. O saat pedaqoji şuranın təcili iclasını çağırır, həmin papiros çəkən tələbəni gimnaziyadan çıxartmaq haqqında hökm verirdi. Görünür, ictimai yerlərin qanunu belədir. Qəbahət nə qədər anlaşılmaz olursa, onunla bir o qədər kəskin və sərt mübarizə aparırlar. Prokuror gimnaziyadan xaric edilmiş tələbələrdən bir neçəsini onların sonraki həyatını yadına saldı. Və belə fikirləşdi ki, bəzən uşağa verilən cəza onun cinayətindən daha artıq zərər gətirir. Canlı orqanizm hər şeyə uyğunlaşmaq, hər növ havaya öyrəşmək, əks təqdirdə insan öz şuurlu fəaliyyətinin bəzən nə qədər əks təsir bağışladığını, pedaqoji hüquq və ədəbiyyat aləmində fəaliyyət göstərməyin nə qədər məsuliyyətli bir iş olduğunu və qorxunc nəticələr verdiyini hər dəqiqə düşünməyə məcbur olardı. İnsanın beyni yorulanda və istirahət etmək istədikdə, adamın başına gələn belə yüngül və dumanlı fikirlər indi Yevgeni Petroviçin də başında dolaşır və onu məşğul edirdi. Bu fikirlər heç məlum olmur ki, hardan adamın beyninə gəlir və çox tez də unudulur. Adam elə gəlir ki, bu fikirlər beynin yalnız üst qabığında hərəkət edir və beynin dərinliyinə işləyə bilmir. Saatlarla və hətta günlərlə ancaq rəsmi şeylər haqqında bir istiqamətdə düşünməyə məcbur olan adamlar üçün ailəyə aid sərbəst və yüngül fikirlər bir növ istirahət və çox xoş bir əyləncədir. Axşam saat 9 idi. Yuxarıda 2-ci mərtəbədə kimsə evin bir küncündən o biri küncünə gəzişirdi. Biraz da yuxarıda 3-cü mərtəbədə isə 4 əllə musiqi qammaları çalınırdı. 2-ci mərtəbədə gəzişən və addımlarının səsindən nəyin haqqında isə çox xoş gərgin sürət
deyə düşünən, yaxud da dişi ağrıyan adamın ayaq səsləri və çalınan musiqinin yeknəsəng ahəngi axşamın bu sakitliyinə nə isə insani mürgülədən və onun fikrində tənbəl-tənbəl dolaşan fikirlərə meyl oyadırdı. İki otaq o tərəfdə, uşaq otağında mürəbbiyə ilə Seryoja danışırdılar. Atam gəldi, deyə Seryoja zümzümə edə-edə dilləndi. Atam gəldi, atam. Votre pare vol s'appelle alla svite, deyə mürəbbiyə qorxmuş bir quş kimi civildədi. Yəni ki, atanız sizi çağırır. Tez onun yanına gedin. Bu fransızca deyim idi. Sizə deyilir, hey. Axı mən ona nə deyəcəm? Deyə Yevgeni Petroviç öz-özünə düşünürdü. Yevgeni Petroviç hələ demək üçün bir söz fikirləşməyə macal tapmamışdı ki, onun 7 yaşlı oğlu Seryoja kabinetə daxil oldu. Bu elə bir uşaq idi ki, onun oğlan və qız olmağını ancaq paltarından təyin etmək mümkün idi. O zəif, ağüzlü, nazik bir uşaqdı. Onun bədəni o qədər zəif idi ki, isti-istilikdə yetişdirilən tərəvəzə bənzəyirdi. Bununla belə onda qeyri-adi bir incəlik və zəriflik vardı. Bu zəriflik onun hərəkətlərində, qıvrım saçlarında, baxışlarında və əyninə geymiş olduğu məxmər gödəkçəsində hiss olunurdu. Seryoja astadan salam ata, dedi və atasının yanına qaçıb, onun dizlərinin üstünə çıxaraq boynunu qucaqladı, öpməyə başladı. Məni sən çağırdın? Dayan, Sergey Yevgeniyeviç, deyə prokuror uşağı özündən ayıraraq cavab verdi. Hələ öpüşməzdən əvvəl biz gərək səninlə danışaq. Özdə çox ciddi danışaq. Mənim sənə acığım tutub və səni daha sevmirəm. Sən yaxşı yadında saxla və sən bil ki, mən səni sevmirəm. Sən daha mənim oğlum deyilsən. Bəli. Seryoja diqqətlə atasına, sonra da stolun üstünə baxdı və çiyinlərini çəkdi. Mən sənə etmişəm ki, deyə təəccüblə gözlərini döyməyə başladı. Mən bugün sənin kabinetində heç bir dəfə də olmamışam və heç nəyə də əlimi vurmamışam. Natalya Simyonovna indicə mənə şikayət etdi ki, sən papiros çəkirsən. Bu doğrudurmu? Sən papiros çəkirsənmi? Bəli, mən bir dəfə çəkmişəm. Bu doğrudur. Görürsənmi? Sən hələ bir yalan da danışırsan, deyə prokuror bir qədər gözlərini qıydı və beləliklə özünü gülümsəməkdən saxladı. Sənin papiros çəkdiyini Natalya Simyonovna 2 dəfə görmüşdür. Deməli, sən pis iş görmüsən, papiros çəkirsən, stolun yeşiyindən başqasının tütününü götürürsən, özün də yalan danışırsan. Sənin 3 təqsirin var. Hə, elədir, deyə Seryoja yadına saldı və gözlərini qıyıb güldü. Bu doğrudur. Mən 2 dəfə papiros çəkmişəm. Bir dəfə bugün, bir dəfə qabaqda. Görsənmi, deməli bir dəfə yox, 2 dəfə çəkmişsən. Mən səndən çox incimişəm. Əvvəllər sən çox yaxşı oğlan idin. Amma indi görürəm ki, korlanmışsan, pis oğlan olmuşsan. Yevgeni Petroviç Seryojanın yaxalığını düzəltdi və öz-özünə fikirləşdi. Daha nə deyim? Bəli, yaxşı deyil, deyə o davam etdi. Mən səndən belə şeyləri heç gözləməzdim. Əvvəla başqasının tütününü götürməyə sənin haqqın yoxdur. Hər bir adamı yalnız özünə məxsus olan şeylərdən istifadə etməyə ixtiyarı vardır. Əgər adam başqasının şeyini götürürsə, o əlbəttə yaxşı adam deyildir. Deyəsən, mən lazımlı sözləri deyə bilirəm, deyə Yevgeni Petroviç öz-özünə fikirləşdi. Məsələn, Natalya Simyonovnanın paltarlarının yığdığı öz sandığı vardır. Bu sandıq onunkudur və bizim, yəni nə mənim, nə də sənin həmin sandığa əl vurmağa ixtiyarın yoxdur. Çünki o bizim deyildir, doğrudurmu? Sənin özünün atın və şəkillərin vardır. Mən heç onları götürmürəm. Ola bilsin ki, mən onları götürmək istərdim. Lakin götürmürəm. Çünki axı onlar mənim deyil, səninkidir. Əgər istəyirsənsə götür, deyə Seryoja qaşlarını yuxarı qaldırdı. Atacan, əgər istəyirsənsə götür, heç utanma.
Sənin stolunun üstündəki o sarı rəngli it mənimkidir, amma mən bir söz demirəm. O elə orada da qalsın. Sən məni başa düşmürsən deyə Bukovski cavab verdi. O iti sən mənə bağışlamısan. O indi mənimkidir və mən onunla necə istəsəm eləcə də rəftar edərəm. Axı tütünü mən sənə bağışlamamışam. Tütün mənimkidir. Deyəsən mən yenə də düzgün izah edə bilmirəm. Deyə prokuror özünə düşündü. Yox. Belə deyildir. Mən qətiyyən bu cürə demək istəmirdim. Əgər mən başqa adamın tütününü çəkmək istəsəm, onda gərək əvvəlcə həmin adamdan icazə istəyim. Bukovski tənbəl-tənbəl cümlələri bir-birinə bağlayaraq və uşaq dilində danışmağa çalışaraq xüsusi mülkiyyətin nə demək olduğunu oğluna izah etməyə başladı. Seryoja onun sinəsinə baxır və diqqətlə qulaq asırdı. Çünki o gecələr atası ilə söhbət etməyi sevirdi. Sonra stolun kənarına dirsəkləndi və uzağı pis görən gözlərini stolun üstündəki kağızlara və mürəkkəbə dikərək qıymağa başladı. Onun baxışları stolun üstündəki şeylərin hamısının üstündə gəzdikdən sonra içində yapışqan olan şüşəyə dikildi. Atacan, yapışqanı nədən qayırırlar? Deyə içində yapışqan olan şüşəni gözünə yaxınlaşdırıb soruşdu. Bukovski şüşəni onun əlindən aldı və öz yerinə qoydu. Sonra sözünə davam etdi. İkincisi, sən papiros çəkirsən. Bu çox pis işdir. Əgər mən papiros çəkirəmsə, bu demək deyil ki, papiros çəkmək olar. Mən çəkirəm və özüm də bilirəm ki, bu yaxşı iş deyil. Öz-özümə də anlayıram və bu iş üçün heç özüm də özümdən razı deyiləm. Mən yamanca hiyləgər pedaqoqam deyə prokuror öz-özünə fikirləşdi. Tütün insanın səhhətinə çox zərər verir. Papiros çəkən adamlar vaxtından əvvəl ölürlər. Papiros çəkmək sənin kimi kiçik uşaqlara xüsusilə zərərlidir. Sənin sinən hələ zəifdir. Sən hələ uşaqsan. Bəlkiməmsən, papirosun tüstüsü isə zəif adamlarda vərəm və başqa xəstəliklər törədir. Məsələn, bizim İqnati dayı elə vərəm xəstəliyindən öldü. Əgər o papiros çəkməsəydi, hələ indi də yaşardı. Seryoja fikirli lampaya baxırdı. Barmağı ilə lampanın şüşəsinə toxundu və ah çəkdi. İqnati dayı yaxşı skripka çalırdı, deyə Seryoja dilləndi. Onun skripkası indi də Qrigoryevgildədir. Seryoja yenə də stolun qırağında dirsəkləndi və fikrə getdi. Onun solğun üzündə elə bir fikir ifadə vardı ki, sanki o atasına deyil, öz-özünə qulaq asır və öz fikirlərinin inkişafını izləyirdi. Onun böyük və qırpılmayan gözlərində kədərə və qorxuya bənzər başqa bir ifadə vardı. Yəqin o indi lap yaxınlarda anasını və İqnati dayını aparmış olan ölüm haqqında düşünürdü. Deməli, ölüm adamların analarını, dayılarını alıb o biri dünyaya aparır. Onların uşaqları və skripkaları isə bu dünyada qalır. Ölən adamlar göydə harda isə ulduzların yaxınlığında yaşayır. Oradan bizim dünyaya yerə baxırlar. Görəsən bu ayrılığı onlar necə dözürlər? Mən indi ona nə deyim, deyə Yevgeni Petroviç fikirləşirdi. O mənə qulaq asmır. Yəqin ki, o nə öz hərəkətlərini, nə də mənim dediklərimi bir o qədər də vacib hesab etmir. Mən onu necə başa salım? Prokuror ayağa qalxdı və kabinetdə gəzişməyə başladı. Keçmişdə mənim vaxtımda bu cürə məsələlər çox sadə yollarla gözəlcə həll edilirdi, deyə öz-özünə fikirləşdi. O vaxtlar papiros çəkən uşağı döyürdülər. Qorxaq və iradəsiz uşaqlar doğrudan da belə hallarda papirozdan əl çəkirdilər. Lakin bir qədər qoşaq və ağıllı olanları isə döyüləndən sonra tütünü ciblərində yox, çəkmələrinin boğazında gizlədirdilər. Özləri də gedib papirozu ambarda çəkirdilər. Onu ambarda tutub yenidən döyən isə gedib çayın kənarında papiros çəkirdi. Beləliklə uşaq lap böyüyənə qədər bu qaydada davam edir. Anam mən papiros çəkməyim deyə mənə pul və konfet bağışlayırdı. İndi belə vasitələr çox xırda və özü də əxlaqa uyğun gəlməyən vasitələr hesab olunurlar. Müasir pedaqoq məntiqi əldə əsas tutaraq çalışır ki, uşaq xeyirli və faydalı şeyləri qorxduğu üçün, başqalarından fərqlənmək istədiyi üçün
yaxud mükafat almaq xatirinə deyil, şuurlu surətdə mənimsəsin. Yevgeni Petroviç otaqda gəzib fikirləşərkən, Seryoja yavaş-yavaş stolun üstünə çıxdı və oradan stolun üstündə əyilib şəkil çəkməyə başladı. Stolun üstündəki lazımlı kağızlar korlanmasın və mürəkkəbə əl dəyməsin deyə orada həmişə onun üçün 4 bucaq şəklində kəsilmiş kağızlar və göy rəngli karandaş qoyurdular. Seryoja ev şəkli çəkirdi və qaşlarını oynada-oynada deyirdi. Bugün aşpaz kələmi doğrayanda barmağını kəsdi və elə qışqırdı ki, biz hamımız qorxduq və mətbəxə qaçdıq. Elə axmaq arvaddır ki, Natalya Simeonovna ona dedi ki, barmağını soyuq suyun altında tutsun. O isə barmağını ağzına alıb sümürməyə başladı. Çirkli barmağını necə də ağzına apara bilir. Atacan, axı bu yaxşı hərəkət deyil. Sonra Seryoja nağıl edib dedi ki, nahar zamanı həyətə orqançalan gəlmişdi. Onun yanında bir qız da vardı. Orqança çalır, qız isə həm oxuyur, həm də oynayırdı. Onun özünə görə düşüncə tərzi vardır deyə prokuror özünə fikirləşdi. Onun özünə görə xüsusi bir aləmi vardır. O nəyin vacib və nəyin vacib olmadığını öz bildiyi kimi dərk edir. Onun diqqətini cəlb etmək və şuurunu ələ almaq üçün onun öz dilində uyğunlaşıb danışmaq kifayət deyildir. Bunun üçün həm də gərək onun kimi düşünməyi bacarasan. Əgər mənim doğrudan da tütünə heyfim gəlsəydi, acıqlansaydım yaxud ağlasaydım məni gözəl başa düşərdi. Elə buna görə ki, yalnız onlar uşaqlarla birlikdə hər şeyi hiss etməyi, ağlamağı və gülməyi bacarırlar. Yalnız məntiq və nəsihət gücü ilə heç bir şey etmək mümkün deyildir. Yaxşı, bəs mən ona daha nə deyə bilərəm, hə? Yevgeni Petroviç çox qəribə və gülməli görünən bu idi ki, o özü təcrübəli bir hüquqşünas idi. Ömrünün yarısını cürbəcür cəzalar, tapşırıqlar və töhmətlər verməkdə keçirmişdi. Lakin indi tamamilə özünü itirmiş və bu uşağa nə deyəcəyini bilmirdi. Nəhayət o dedi, mənə qulaq as. Mənə söz ver ki, bundan sonra bir daha papiros çəkməyəcəksən. Söz verirəm, deyə Seryoja sözləri uzada-uzada mızıldandı və çəkdiyi şəklin üstündən daha çox əylərək karandaşı var gücü ilə bastı. Söz verirəm. Yaş görəsən söz verməyin nə demək olduğunu o bilirmi? Deyə Bukovski öz-özünə soruşdu. Yox, mən çox pis müəlliməm. Əgər müəllimlərdən yaxud bizim məhkəmə işçilərindən biri indi gəlib bu işin üstünə çıxsaydı məni fərsiz adlandırar və yəqin ki, özü də məni həddindən artıq müdriklik göstərdiyim üçün danlardı. Lakin axı belə pis əməllərin cəzası məktəbədə və məhkəmədə evdə olduğundan daha asan və sadə yolla verirlər. Burada isə sən qarşında duran adamları hədsiz dərəcədə sevirsən. Sevgi isə çox tələbkardır və ona görə də məsələni mürəkkəbləşdirir. Əgər bu uşaq mənim oğlum yox, tələbəm yaxud müttəhim olsaydı, mən bu qədər qorxaqlıq etməzdim və qəti fikrə gəlməyi də bacarardım. Yevgeni Petroviç stolun arxasına keçib əyləşdi və Seryojanın çəkmiş olduğu şəkillərdən birini özünə tərəf çəkib baxdı. Bu şəkildə taxta puşu əyri və bacasından ildırım şəklində buruq-buruq tüstüləri lap kağızın kənarına qədər uzanan bir ev şəkli çəkilmişdi. Evin yanında bir əsgər dayanmışdı. Onun üzündə göz əvəzinə 2 nöqtə qoyulmuşdu. Çinində isə 4 rəqəminə bənzəyən tüfəngi vardı. Axı adam evdən hündür ola bilməz, deyə prokuror ona izah etdi. Bir yaxşıca bax, sənin çəkdiyin şəkildə evin taxtapuşu ilə əsgərin çiyini eyni hündürlükdədir. Seryoja atasının dizləri üstündən çıxdı və rahat əyləşmək üçün xeyli vurnuxdu. Sonra öz çəkdiyi şəklə baxıb dedi. Yox, atacan. Əgər əsgəri balaca çəksəm, onda onun gözləri görünməz. Onunla mübahisə etmək lazım idimi? Prokuror hər gün öz oğluna nəzər yetirir və görürdü ki, uşaqların vəhşi insanlar təki özlərinə baxsız və böyüklərin başa düşə bilməyəcəyi bədii görüşləri və xüsusi tələbləri vardır. Dərindən müşahidə edəndə yaşlı adamlara elə görünərdi ki, Seryoja normal uşaq deyildir. O adamları evdən hündür çəkməyi karandaşın vasitəsilə nəinki şeyləri,
hətta duyğularını belə ifadə etməyi mümkün və ağıllı hesab edirdi. Məsələn, orkestrin səsini o kağızda dairəvi şəkildə tüstüyə bənzər ləkələrlə fit səsini buruq-buruq uzanan sap kimi çəkir və bunu da düzgün hesab edirdi. Onun anlayışına görə səs forma və rənglərə əlaqəlidir. Buna görə də hərfləri rəngləyəndə o hər dəfə L hərfini mütləq sarı, M hərfini qırmızı, A hərfini isə həmişə qara rənglə rəngləyirdi. Siroja əlindəki şəkli tullayıb atasının dizi üzərində bir qədər tərpəndi və yerini rahatladıqdan sonra atasının saqqalını oynatmağa başladı. Əvvəlcə atasının saqqalını həvəslə sığalladı, sonra saqqalı haça şəklində iki yerə ayırdı və daramağa başladı. Atacan, indi sən İvan Stepanoviçə oxşayırsan, indi isə bax, bizim qapıçıya oxşayacaqsan. Atacan, qapıçılar nə üçün həmişə qapının ağzında dururlar? Yəqin onlar oğruları evə buraxmaq istəmirlər, hə? Prokuror Sirojanın nəfəsini öz üzündə hiss etdi. Oğlunun saçları tez-tez yanaqlarına toxundu. Onun qəlbi o qədər yumşalıb və riqqətə gəldi ki, sanki təkcə onun əlləri deyil, bütün varlığı və ruhu Sirojanın əynindəki məxmər gödəkçəyə toxunur və onu sığallayırdı. Prokuror oğlunun böyük qara gözlərinə baxdı və ona elə gəldi ki, onun öz anası da, arvadı da, onun üçün dünyada əziz olan və onun sevmiş olduğu hər şeyi bu bəklərdən ona baxır. İndi sən bu uşağı döyür, görüm necə döyürsən, deyə o öz-özünə fikirləşdi. İndi gəl ona cəza ver, görüm necə verirsən. Yox, bizdən tərbiyəçi çıxmaz. Keçmişdə adamlar sadə idilər. Onlar az düşünürdülər, başlarını sındırmırdılar və elə buna görə də hər bir məsələni cəsarətlə həll edirdilər. Biz isə həddindən çox fikirləşib beynimizi çatladırıq. Fikir və məntiq beynimizi tamamilə yeyib qurtarmışdır. İnsan nə qədər inkişaf etmiş olursa, nə qədər çox düşünürsə və nə qədər düşündüyü şeylərin incəliklərinə varırsa, bir o qədər cəsarətsiz, qətiyyətsiz və ağır olur. Bir o qədər qorxaq olur və hər bir işə də cəsarətsiz girişir. Doğrudan da dərindən fikirləşəndə görürsən ki, insan gərək nə qədər cəsarətə malik olsun və özünə nə qədər inansın ki, başqalarını öyrətməyə, tərbiyə etməyə, mühakimə etməyə, qalın-qalın kitablar yazmağa girişsin. Hə oğlum, yatmaq vaxtıdır. Çünki saat 10-dur artıq. Deyə prokuror ona baxdı. Məni öp, get yat. Yox, atacan, deyə Siroj öz gözünü turşutdu. Hələ yatmaq istəmirəm. Bir şey danış. Bir nağıl de. Yaxşı deyirəm, ancaq nağıldan sonra gərək o saat yatasan. Yevgeni Petroviç adətən axşamlar boş vaxtlarında Siroj'a nağıl deyərdi. İşgüzar adamların əksəriyyəti kimi o da əzbərdən heç bir şey bilməzdi. Bildiyi nağılların heç biri yadında qalmamışdı. Buna görə də hər dəfə nağıl deyəndə o bu nağılları özü uydururdu. Əvvəlcə o nağılı ümumi qayda ilə belə başladı. Biri var idi, biri yox idi. Bir padşah vardı, onun ölkəsində isə sonra ağlına gələn hər şey nağılın bu şablon başlanğıcına əlavə edib danışar və heç özü də bilmirdi ki, nağılın ortasında nə olacaq, axırı nə ilə qurtaracaqdır. Onun danışdığı nağıllardakı lövhələr, adamlar və vəziyyətlər təsadüfən elə belə sinədən gəlmə təsvir olunur. Nağıldakı əhvalat və onun əxlaqi nəticəsi isə öz-özünə nağıl deyən adamın iradəsindən asılı olmayaraq meydana çıxardı. Siroj'a bu cür nağılları çox sevirdi və prokuror da hiss etmişdi ki, onun danışdığı nağılın məzmunu nə qədər adi və sadə olurdusa, uşağa da bir o qədər qüvvətli təsir edirdi. Hə, qulaq as, deyə prokuror gözlərini tavana zilləyərək nağıl danışmağa başladı. Biri var idi, biri yox idi. Lap qoca bir padşah var idi. Padşahın uzun ağ saqqalı və
bu uzunluqda bığları var idi. Bu padşah şüşədən qayrılmış bir sarayda yaşayırdı. Onun sarayı günəşin şüaları altında şəffaf buz parçası kimi parıldayıb işıq saçırdı. Bəli, oğlum, padşahın sarayı böyük bir bağın içində idi. Özü də bilirsənmi bu bağda nələr bitirdi? Bu bağda portağal, armud, gilas yetişir. Lalə, qızıl gül, inci çiçəyi və açır. Bağın hər tərəfində rəngbərəng quşlar ağacdan ağaca, güldən gülə uçub nəğmə oxuyurdular. Bəli, ağaclardan xırdaca zınqırovlar və zənglər asılmışdı. Bu zənglər də şüşədən idi. Külək əsəndə bu zənglər tərpənib o qədər incə bir səs çıxarırdı ki, adam ona qulaq asdıqca doymaq bilmirdi. Bilirsən, bax, şüşənin səsi metalın səsinə görə daha incə və həzin olur. Hə, bu bağda daha nələr var idi? Bəli, bu bağda fəvvarələr də var idi. Yadındadırmı? Sonya xalanın yaşadığı yaylaqda fəvvarə görmüşdün. Xatırlayırsanmı? Bəli, padşahın bağında da eləcə fəvvarə var idi. Lakin bu fəvvarələr çox böyük idi. Özü də onun ortasından qalxan suyun hündürlüyü bağdakı ən uca qovaq ağacının başına belə çatırdı. Yevgeni Petroviç nağılın bu yerində biraz fikirləşdi və yenə də davam etdi. Bu qoca padşahın bircə oğlu vardı. Bu oğlan padşahın yeganə oğlu və onun vəliəhdi idi. Bu oğlan sənin kimi balaca bir oğlandı. Bu çox yaxşı bir oğlan idi. O heç bir zaman şıltaqlıq etmirdi. Axşamlar tezdən yatırdı. Stolun üstünə olan şeylərin heç birinə əl vurmurdu. Nə deyim, bu çox ağıllı oğlan idi. Lakin bu qəşəng oğlanın bircə eybi var idi. O papiros çəkirdi. Siroja çox diqqətlə qulaq asır və gözlərini qırpmadan atasına baxırdı. Prokuror isə davam edir və öz-özünə fikirləşirdi. Yaxşı, sonra nə olsun? O çox fikirləşdi, aşağı-yuxarı çək-çevir etdi və nağılı belə qurtardı. Padşahın bu qəşəng oğlu papiros çəkməkdən vərəm xəstəliyinə tutuldu və 20 yaşına çatanda öldü. Qocalıb əldən düşmüş xəstə padşah lap köməksiz qaldı. İndi onun məmləkətində dövləti idarə edən və onun sarayını müdafiə edən elə bir adam yox idi. Bir gün düşmənlər onun məmləkətinə hücum etdilər. Qoca padşahı öldürdülər. Onun şüşədən qayrılmış gözəl sarayını dağıtdılar. İndi onun bağında nə gilas yetişir, nə quşlar oxuyur, nə də zəng çalınır. Bəli, oğlum, işlər beləcə qurtardı. Nağlın belə qurtarmağı Yevgeni Petroviçin özünə çox sadəlövh və gülünc göründü. Lakin Sirojaya bu nağıl çox dərin təsir etdi. Uşağın gözlərini yenə də nəyəsə qorxuya bənzər bir kədər bürüdü. O bir dəqiqə fikirləşdi. Fikirləri halda qaranlıq pəncərəyə baxdı və birdən titrək səslə atasına dedi: "Mən daha papiros çəkməyəcəm." O yatmağa gedəndən sonra atası otaqda yavaş-yavaş gəzinir və gülümsəyərək öz-özünə düşünürdü. Deyəcəklər ki, burada uşağa təsir edən nağıldakı gözəllikdir, bədii formadır. Qoy olsun, lakin bununla təsəlli tapmaq olmaz. Bu hələ yenə də əsl tərbiyə vasitəsi deyildir. Axı nə üçün əxlaqi nəticələr və həqiqət olduğu kimi çiğ şəkildə deyil, mütləq başqa bir şəkildə şəkərə tutulmuş və üzərinə zər çəkilərək həb şəklində uşaqlara təqdim edilməlidir. Bu normal hal deyildir. Bu həqiqi saxtalaşdırılmaqdır. Aldatmaqdır, oyun çıxartmaqdır, fokus göstərməkdir. Yevgeni Petroviç bu zaman fikirləşib nitq deməyə məcbur olan məhkəmə iclaslarını, tarixi ancaq əfsanələr və tarixi romanlardan öyrənən cəmaatı, yaşayışın mənasını dini ehkamlardan və qanunlardan deyil, təmsillərdən, romanlardan, şeirlərdən almış öz-özünü xatırladı. Dərman gərək şirin, həqiqət isə gözəl olsun. İnsanlar Adəmin vaxtından bu sərsəm və gic fikirlə yaşayırlar. Bir də ki, nə demək olar? Bəlkə də bütün bunların hamısı təbiidir və elə belə də olmalıdır. Məgər təbiətin özündə də belə məqsədə uyğun yalanlar və illüziyalar yoxdurmu?
Yevgeni Petroviç fikirdən ayrılıb işləməyə başladı. Lakin bu ağır-ağır beynində dolaşan ailə fikirləri hələ də onun başından çıxmır və beynində hərlənirdi. Yuxarı mərtəbədən gələn qamma səsləri daha kəsilmişdi, lakin ikinci mərtəbədəki otaqda addımlayan adam isə hələ də otağın bir küncündən o biri küncünə gedərək gəzinirdi.